Həyatınızda baş verən çətinliklərin aradan qalxması üçün çox möcüzəli, ən təsirli dualardan birini sizə indi təqdim edirəm. Ekranda da görürsünüz, bax bu duadır. Çətinliklərin aradan qaldırılması üçün dua. Şəklini çəkin, götürün istəyirsinizsə. Say fərqi yoxdur. Neçə gün oxumaq fərqi yoxdur. İçinizdən gələn qədər duanı oxuyun. Bacardığınız qədər çox oxuyun əzizlərim. Xüsusilə də gecə saatlarında oxuyun. Yatmazdan əvvəl oxuyun. Niyyətinizi tutun, oxuyun. Hər gün axşam. Su üzərinə də, bir stəkan su üzərinə də oxuya bilərsiniz. Və yaxud da sizdə bir su qabı, qrafinka deyirlər ona, nə deyirlər bilmirəm. O varsa onun da nəfəsinizi yaxın tutaraq üstünü oxuya bilərsiniz. Evdəkilər də içə bilər. Ümumilikdə bütün maddi, mənəvi problemlərin, çətinliklərin aradan qalxması üçün oxunur, amma niyyət mütləqdir. Oxumadan öncə mütləq şəkildə niyyətinizi dilinizə gətirərək səsləndirin. Mən sizə paylaşdım, oxuyan hər kəsə şəfa olsun diləyirəm. Siz də bu videonu bacardığınız qədər paylaşın, bölüşün ki, ehtiyacı olan insanlar varsa onların da qarşısına çıxsın, şəfalansınlar.